Əziz mənim oxucularım, dinləyicilərim, şeirpərəstlərim. Yenə də mən Firdovs Ələmoğlu sizin qarşınızdayam və cildinizdə göstərdiyim Minnətdaram Tanrıma kitabında çap olunmuş bir şeir poemamı sizə istərdim oxuyum. Kitab 2014-cü ildə çap olunub. Hər şeydən əvvəl sizi salamlayıram və sizdən bir xahişim var. Oxuduğum şeirlərə öz fikirlərinizi, rəylərinizi bildirməyi istərdim. Sadəcə laiklə hardasa mən öz yaradıcılığıma özüm qiymət verə bilmirəm. Bütün oxuduğum şeirlər həm tənqidə, həm təhlilə, həm də necə deyərlər, tərifə açıldı. Xahiş edərdim mənim əziz və hörmətli dinləyicilərim. Oxuduğum şeirlər barəsində öz fikirlərinizi bildirməyinizi xahiş edirəm. Və həmişə deməli, bütün yaradıcılığıma mən bir epiqraf seçmişəm. Mənə şair deyən dostum, valla mən şair deyiləm. Ürəyimə qəfil gələn sözlərdən şeir deyirəm. İndi isə sizə aparın məni şeir poemamı oxumaq istərdim. Keçmiş zamanlarda bir şair vardı, çox gözəl, mənalı şeir yazardı. Tutmuşdu hörməti, bütün eylatı, şeirlə keçirdi onun həyatı. Yaşardı o böyük bir məmləkətdə, hamıdan üstündü şanda şöhrətdə. Bir gün cəlb elədi o hükümdarı, xoşuna gəlmişdi şeiri əşarı. Gördü ki, cəmaat çox sevir onu, yoxdur hörmətinin həddi nə sonu. Ona təzim edən şaha baş əymir, bu fikir ürəyin dağıdıb yeyir. Yazmaq həvəsinə düşdü hökümdar, görürdü şairin çox hörməti var. Sınamaq istədi istedadını, yaymaq üçün hər yerdə o da adını. Vaxt tapıb oturdu masaya bir gün, tez-tez şeir yazdı, oldu bir düyün. O şeir məclisi qurmalı idi, şeirini orada söyləməli idi. Vəziri, vəkili yığıb başına, yığıb bir yerə, əlini qaldırdı uca göylərə. Dedim, mən yazmışam çoxlu kəlamlar, oxsam matqalar bütün adamlar. Sabah hazırlaşın, məclis qurulsun, bütün məmləkətdə təbil vurulsun. Çağırın, şairi oturdum başda, gərək mən onunla girim yarışa. Oturdu ortada böyük hökümdar, ətrafında vardı çoxlu əyyanlar. Sağında, solunda vəzir vəkilli, məclisin başında böyük şairdi. Çıxışa başladı o birdən-birə, çoxu dodaq büzdü təzə şairə. Bir kəsə olmadı onun hörməti, saymadı önündə böyük filədir. Axı o padşahdır, yoxdur qorxusu, boğazı qurudu, gətirdilər su. Oxudu bir neçə şeirini müdam, söhbət edirdilər bir xeyli adam. Gördü ki, şairdən cavab gəlməyir, ürəyi döyünür, başı hərlənir. Dedi, gözəl şair, necə yazmışam,
İnan ki bu gecə heç yatmamışam. Vəzir vəkil dedi, böyük hökümdar, yoxdur məmləkətdə sən tək yazanlar. Yaxşı kəlamlardı, mənası vardı. Belə şeir yazan harda vardı. Şair xeyli sustu, danışmadı heç. Ürəkdə söylədi, həqiqəti seç. Yoxdur heç mənası bu şeirlərin. Qəm-kədər tutmuşdu onun gözlərin. Axır ki toplayıb özünü birdən, dedi şeir deyil, nə gizlədim mən. Yaman qəzəbləndi böyük hökümdar. Vəziri söylədi, burada nə var? Sadəcə güclüsən bizim şairdən. Paxıllıq tutubdur onu bil ki sən. Burax sən şairi keçək saraya. Qoy hirsiz soysun, batma günaha. Beləcə bir neçə məclis quruldu. Şairin cavabı yalnız bir oldu. Bir dəfədə belə cavab verəndə şair şallah gördü öz kürəyində. İtirdi huşunu o bir anlığa. Şairi atdılar tez samanlığa. Şair samanlıqda yatırdı müdam. Acıyırdı ona bir xeyli adam. Padşahın yadından çıxmışdı şair. O şeir yazırdı özünə dair. Gəzirdi meşədə ilham alırdı. Hərdən də şairi yada salırdı. Yəqin ki ağlı gələr başına. Bir məclis düzəldim onun adına. Bəlkə tərifləyə mənim şeirimi. Niyə mən saxlayım yazan əlimi? Axşama böyük bir məclis quruldu. Yenə baş tərəfdə şair oturdu. Padşah oxuyurdu təzə şeirini. Baxırdı şairə, süzüb gözünü. Yenə səs çıxmadı ulu şairdən. Padşah qəzəbləndi, qışqırdı birdən. Qurtardım mən daha şair dinsənə. Yoxsa xoşun gəlmiş şeirdən yenə. Var isə bir sözün, buyur söyləsən. Olmaz bu məclisdə sözünü kəsən. Şair asta-asta durdu ayağa, bir padşaha baxdı, bir də şallağa. Dedi, cəlladlara gəlin qabağa, siz məni aparın tez samanlığa. Hökümdar baş əydi tez qarşısında, böyükdür hörmətin, istedadın da. Bugündən azadsan, yaz nə istəsən, elin şairisən, bildim bunu mən. Şairə sarayda bir yer verdilər, yaratdı orada gözəl indilər. Böyük nizami idi həmin bu şair, Firdovsi yazırdı bir ona dair. Bir söhbət gəzirdi el arasında, böyük Firdovsilər gələr haçansa. Yazdı bu dastanı mən Ələmoğlu, Allahın yoludur getdiyi yolu.